Son günlər Azərbaycanda qələm əhli, dəyərli jurnalistlər tez-tez sual verirlər ki, 2026-cı ildə ölkədə benzin dizel qiymətləri artacaq ya yox? Yeni Sabah məlumat verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. Bu bildirib ki, Azərbaycanda ay 92 və dizel qiymətlərini hökumət müəyyənləşdirir. Qiymət təyin edəndə dünya bazarı məntiq nəzərə alınmır. Amma hökumətin öz məntiqi işləyir, ona görə də iqtisadçılar bu haqda proqnoz verə bilmirlər. Çünki peşikar iqtisadçı trendləri, dünyada neft qiymətləri, qonşu ölkələrdəki vəziyyəti, ölkə daxilində vergi aksiz siyasətini nəzərə alıb analiz edir. Azərbaycanda isə bu kriterlər işləmir. Məsələn, Azərbaycanda hökumət ən son 2024-cü ilin 30 iyun tarixində qiymətləri artırdı. Ay 92 litrə görə 10 qəpik, dizel isə 20 qəpik bahalaşdı. Rəsmi açıqlamada da dedilər ki, dünyada neft bahalaşıb. Ona görə bu addımı atıblar. 2024-cü ilin iyun ayının 30-da Brent markalı neftin bareli 86 dollar idi. Yəni, hökumətin qərar verərkən arqumenti dünyada neft qiymətləridirsə, bugün Brent markalı neftin qiyməti 63 dollardır. Deməli, əsl məntiqi ardıcıllıq qursaq, indi hökumət yığışıb benzin dizelin qiymətini heç olmasa o -15% ucuzlaşdırmalıdır. Gələn il isə neft qiyməti daha aşağı olacaq. 2026-cı ilin ortalama qiymət koridoru 55-65 dollar arası olması proqnozlaşdırılır. Deməli, hökumət benzin dizelin qiymətini artırmamalı, hətta heç olmasa özləri öz məntiqlərinə hörmət edirlərsə, biraz ucuzlaşdırmalıdır. Ancaq edəcəkmi, ucuzlaşma olacaqmı, inanmıram. Bahalaşdıra bilərlərmi? Bəli, buna inanıram. Çünki bizim bildiyimiz, anladığımız məntiqlə hökumətin əsasda hüquqşünası olan iqtisadi blok nazirlərinin məntiqi eyni deyil.